Hamınızı salamlar dostlar, mən Hüseyin. Bu günləri yepyeni bir videoyla qarşınızdayım. Uşaqlar, bu günləri PSP PES 26'da yepyeni bir karyera ilə qarşınızda olacağım. Uşaqlar, bunu mən sizə belirtdim. Postumda dedim ki, yeni karyerimiz olsun mu, yoxsa olmasın mı? Və 30 səs gəldi və bu 30 səsin 83%-i bəli gəlsin. Lakin qalan hissəsi isə xeyr gəlməsin dedi. Çoğunluq bəli dediyi üçün mən də yepyeni bir karyera yaradacağım. Həmin o Hüseyin karyeramı davam etməyəcəm. Çünki orada mən özüm oynamışdım və artıq karyeramın sonlarına yaxın idim. Yepyeni bir karyera yaradacağım. Yepyeni bir üz yaradacağım. Və bunların hamısı sizin qarşınızda bu bölümdə yiyəcəm. İnşallah belə videoların davamı gəlməsi üçün kanalıma abunə olub videoya like atsanız çox sevinərəm. O zaman keçək oyuncumuzu yaratmağa. Yeni oyun. Burada mən təbii ki də Türk ölkəsini seçəcəm. Türkiyəliyəm. Çünki Azərbaycan ölkəsi, Azərbaycan Respublikası oyunda, daha doğrusu Azərbaycan Milli Yığması oyunda var əslində, amma burada yoxdur. Burada Avropa C-də yerləşir Azərbaycan Milli Komandası. Ona görə Türkiyə seçirəm. İstənilən liqa, yəni hansı liqadan təklif gəlsin. Məncə biz bunu Türkiyədə yaşayan bir Türkiye'de yaşayırıqsa, Türkiye'li ise o zaman bizim öz Trendyol Süper Ligamız olar. Santrfor oynayabilir ancaq məncə. Bir də ki, kanat oynayaq və ikinci forvet oynayaq. Bəli, belə eləyirik. Üçüncü mövqəyimiz GRF-dir. İndi oyuncumuzun adını falan, görünümünüz adını mən düzəldim, gəlirəm. Düzəldim hamısını bitirəndən sonra mən qarşınızda olacağım. Bəli dostlar, hər bir şeyi düzəltdim. Gəlin o zaman oyuncumuzun üzünə bir dənə baxaq. Gördüyünüz kimi oyuncumuzun üzü belədir. Məncə çox gözəldir. Saçı da əladır, saqqalı da tam yerində. Bunu belə düzəltdim. Oyuncumuzun adı Qasım Hüseyndir. Yəni həqiqətən mən həqiqi həyatdakı adım. Oyuncumuzun formasının adı Qasimovdur. Niyə? Çünki bu Avropada bəzən, yəni Avropada G hərfi olmadığı üçün mən G-ni istifadə elədim və həqiqətən də məncə Qasimov da bizim formamızın adıdır. O zaman təməllərlərə baxaq, qol sevincimizə baxaq. Qol sevincimiz, ilk sevincimiz, birinci sevincimiz budur. İkinci qol sevinci isə budur, yanında görürsünüz. Belə artıq oyuncumuzu oluştura bilərik. Burada 20 puan verir və biz bunları çox gözəl istifadə eləməliyik. Məncə hızlanmaya bir 75 eləyək. Ondan sonra şut yetenəyini 76 eləyək. Və falsonu artıraq. Falso çox önəmlidir. Bütün şeydəki falsoya verir. Belə bir ulduz verildi. Bunu da ki bir də tamamlamaya verirəm. Burada grafikimizi düzəltmək lazımdır. Erkən standarda vuraq məncə. Standart. Ya da yox, standarda vurmayaq. Bunu məncə erkən eləyək. Erkən zirvə. Belə eləyək. Burada Türk 5'i seçsəm mən bunu bilirəm. Orada nələr var. Orada hamısı standartdır. Türk 5'də maç düzəyi profesionaldan çək bunu. Profesional bizə görə çox şeydir. Məncə orta səviyyə eləyə bilərikmi, yoxsa amatör? Bunu sonra düzəldə bilirikmi? Mən bilən düzəldə bilmirik. Məncə profesionalı çəkək orta səviyyəyə. Maç sürəsi 10 dəqiqə. Top türü gördüyünüz belə PES 20. Klasik gizli oyuncuları məncə bağlayaq. Həqiqi həyatdan oynayaq. Həyatdakı futbol kimi giriş sahnəsi açıq olsun. Və belə ayarlarımızı da elədiyimizə görə hazırız. Üst düzey futbol dünyasındakı mücadiləyə başlamaq üzere. Efsane olmaya hazır mısınız? Bəli, hazıram. İndi uşaqlar burada bir maç oynayacağıq. Gördüyünüz kimi Legends takımının yetişməkdə olan genç yeteneği Qasimov Hüseyin ligin en iyi takımlarının bazı tarafından izleniyor. Bu hafta Will Legends karşısında oynayacak maçta çok sayıda yetenek avcısı olacaktır. Mümkün olduğu kadar
Çox klubdan təklif almaq üçün iyi oynayın və onları etkiləyin deyir. Gördüyünüz kimi burada mən sizə izah edeyim. Mən Legends klubunda olacağam. Rəqibimiz Villagentsdir. Bu qarşılaşmanın məsəl üçün mən yaxşı oynamalıyam ki, Süper Ligada, yəni orada Belavanca liqa seçdik. Süper Liqadakı bütün klublar klubların skautları məni izləyəcək və hansı klub bəyənsə mənə təklif göndərəcək və mən bu təkliflər nəticəsində hansısa klubla anlaşacağam. Belə izah elədim və o zaman maçımızı keçək. Bu maçı oynayacağıq. Zaten oynamalıyıq bu maçı. Maçı oynayaq, komandamızı belli edək. Gördüyünüz kimi Qasım Hüseyn və maç başlayır. İnşallah ki öz istədiyimizi əldə edə bilərik. 21 Muhammed 09'un bu arada kanalına abunə olmağı unutmayın. Aşağıda görürsünüz burada səhifəsini. Buranı startlayaq. Və bəli, uşaqlar, maç başladı uşaqlar. Bir dəqiqə, biraz bu spikerin səsini alaq məncə. Biraz alaq. Düz dalda dursun səsi. Lakin biraz alaq. Mən çox da danışmayacağım, zaten spiker danışır. Pasımızı verdik. İndi Qasım Hüseyn ötürməsi keçdi burada. Ya da ümumiyyətlə bağlayayım bu səsi. Mənim səsim rahat eşidilsin sizə. Yoxsa əslində dinləyərdik. Bunu sıfıra çəkək və maçımıza devam edə bilərik. İndi top Qasım Hüseyndədir. Pasımızı verdik. Top istəyirik burada, lakin pas gəlmədi. Sıxmaq lazımdır rəqibə. Haydi Hüseyn, sıx. İndi top Gulit'dədir. Hələ ki paslaşır Villagens klubu. İndi top bizə keçdi, lakin itirdik yenidən. Haydi uşaqlar, sıxın rəqibimizi, sıxın. İndi gəldi Charlton icazə vermədi, qəşəng. Mən açıldım. Hüseyn topu götürdü. Ay icazə vermədi burada Nesta. Of, çox gözəl dartdı Nesta bizi. Top Gulit'dədir. Kafu Gulit. Charlton, haydi uşaqlar, qarşısını alın bu topun. Əhsən. İndi top bizimə keçdi, lakin bu cərimə idi. Bu epizod, o bayaqki epizod həqiqətən cərimə idi əslində. Bir dəqiqə dostlar, mən burada bir dənə tuş yapılandırmasından bir şey düzəldəcəm. Ataklıq bunu dəyişirik. Siz niyə? Çünki bura əlim çox da çatmır ona görə. Belə eləyək. Uzun paslar hamısı düzgündür və belə. Artıq ellə top istəyəcəyik. Verin daha bu pası. İndi Hüseyin topu kontrol elədi. Hüseyinlə depar. Hüseyin komanda yoldaşını qaçırmağını gözlədi və indi pasını ötürdü. Burada indi Hüseyinə geri döndürdülər. Hadi içəri keçin birimiz. Qasımov, Hüseyin içərilədi. Zərbə vuran gəlmədi bu epizodda. Oy. Hadi uşaqlar, topu alın orada. Topu alın, mərkəzə topu alıb ataka çıxaq. Top Iniesta'dadır. Descamps. Topu aldıq. İndi ötürməni verin. Top indi bizdədir, qarşımızda Nesta var. Nesta burada bizə qarşı çobuzluq elədi. Top bizə ötürüldü, lakin biz o topu kontrol eləyə bilmədik. Ümumiyyətlə götürə bilmədik. Maldini. Sıxın uşaqlar, haydi sıxın.
Top Iniesta'da, Iniesta'nın pası Roberto Carlos. Will Legend ataka gəlir. Qarşılamaq lazımdır. Əhsən. Topu kim vurdusa əhsən o. Top Charlton'dadır. Charlton'ın pası. Abi bir dəqiqə, mən bu aşağıdakı bu gördüyünüz bu şeyi düzəldim gəlirəm. Burada belə narahat oluruz. Belə baxın görürsünüz bunu. Düzəldim, mən onu gəlirəm. Vallahi dostlar düzəldə bilmədim amma heç olmaz, devam edeyim hatta. Burada top Deskamps'dadır. Deskamps. Sərlədi topu, düzəlaşdırmaq lazımdır o topu. Oy, Van Basten burada qolu vurdu. Will Legend 1-0 öne keçir. Qasımov burada top sir. Ötürüldü ona pas. İndi Qasımov Hüseyin. Qasımov. Komandalı yoldaşlarının qaçmağını gözləyir. Hələ də pas vermədi Qasımov heç kimə. Cəmiyyət atası daxil oldu Qasımov Hüseyin. Oy, son anda Olivier Kahn topu götürdü. İndi kontrataka gəlir Will Legends klubu. Gullit, ötürmək Cafu. Hadi uşaqlar tutun o mövqeləri. İçərilədi Will Legends, saçını uzaqlaşdırmağı bacardıq. Haydi artıq pası verin. Hüseyin orada top gözləyir. Dəhşət topla buluşdu Hüseyin. Qasımov Hüseyin keçə bilmir Nestanı. Nestanı keçmək çətin dəqiqətən. İndi burada Hüseyin'in qarşısına doğru atılan top. Hüseyin pası keçmədi. Oy. Hətta keçdi bu pas. Bir dəqiqə başa düşmədim orada nə oldu. Bir dənə bunu pasın təkrarında izləyeyim. Pas keçdi lakin dəyərləndirən ola bilmədi. Dəyərləndirə bilmədi komanda yoldaşım. Oy. Olivier Kahn save elədi bunu. Totti'nin zərbəsini save elədi. İçəridə top gözləyir Qasımov Hüseyin. Of. Top gəlmədi Hüseyinə. 6 yerinə yetirir Olivier Kahn. Olivier Kahn'ın pası. Oy. Keçmir burada bu. Daha doğrusu keçir bu pas. Saçdım. İndi Andres Iniesta'da top. Iniesta'nın qarşısına amma çobudluq dedi. Hakim burada çobudluq var dedi. Roberto Carlos free kick zərbəsi. Son anda qapıçımız kim idi? Van der Sar. Roberto Carlos'un zərbəsini dəf eləməyə bacardı. Van der Sar. Burada Hüseyin topla qovuşdu indi. Hüseyin indi ara pasını ötürdü. Haydi oradan çıxın, çıx oradan. Qəşəng indi ataka gedirik. Hüseyin'dən top. Qasımov Hüseyin. Qasımov hələ də top ondadır. Ay. Burada əslində Gullit bizə qarşı çobudluq elədi. Lakin hakim oyna dedi. Charlton. Mən niyə adı deyəmədim bunun. Charlton. Hələ də ilerləyir Charlton. İndi içəri doğru zərbə Van der Sar. Dönən topu uzaqlaşdırmaq lazımdır. Haydi indi kontratak sırası bizdədir. Haydi uşaqlara ötürməni ver. Abi bu nə ötürmədi? Mən oradayam. Götürüb Cafu'nun üstünə ver ötürməni. Sammer top. Sammer'dadır. 1-0 məğlub oluruq. İndi Qasımov Hüseyin də arxaya köməyə gəldi. Topu aldıq burada. Kontratak sırası bizdədir. Hüseyin topu pasını verdi. Haydi abi pas vermir ki bunlar mənə. Topu itirirlər abi. 1-0 məğlub oluruq. Haydi yaxşı oynamalıyıq biz. Biz yaxşı oynamalıyıq. İkinci araya başlaya vururuq. Və ikinci hissədə inşallah ki istədiyimizi əldə edə bilərik. Hüseyin topu götürdü. Qasımov Hüseyin.
Qasımov təcə gedir, lakin 2 nəfər çıxdı artıq onun qarşısına. Dərkən Qasımov son anda Olivier Kahn. Qasımov gözəl çəkdi burada topu sağ, daha doğrusu sol ayaqla möhtəşəm zərbə. Lakin Olivier Kahnın düz üstünə düşdü bu zərbə. İndi Qasımov içəridə top istəyir. Yenə də onu itələdilər. Burada topa vuran çıxmadı. Hüseyin top istəyir komanda yoldaşlarından. Lakin heç kim ona pas atmır. Hələ də top istəyir. Lakin yenə də pas vermirlər Hüseyinə. Hadi topu alın orada. Kontrataka gəlir Vigil Legends. Lakin bu kontraktın qarşısını alırıq. İndi top bizdədir. Qasımov Hüseyin. Abi Nesistan'ı kesə bilmədik. Nesistan bugün bizə heç icazə vermədi keçməyimizə. Top Qasımovdadır. Qasımov keçdi rəqibini. Qasımov abi topu aldılar ondan. Roberto Carlos karşımıza aldı bizim. Top Siri burada. Hüseyin bir başa içeri. Son anda Olivier Kahn ve gol. Gol için burada hiç görmedim ama Barzagli vurdu ama burada ama bilmem şey Hüseyin'in bu içerisini Olivier Kahn son anda tutur ve bak bir tane burada hiçbir şey başa düşmedim. Burada Olivier Kahn tuttu. Diğer zərbəsində gol olmadı ki abi. Abi gol olmaz ki. Bak. Bu zərbəni Olivier Kahn tuttu. Bəs bu? Ha, bak belə baxsaq görürük ki top içəridədir. Lakin bəli goldu, tərtəmiz goldu. Bu golda Hüseyin'in məncə çox böyük golu var. Hüseyin o cür əslində mən pas atdım lakin zərbə olaraq getdi bu. Əlaydı. 1-1 bərabərliyi tuturuq. Daha doğrusu 1-1 bərabərliyi əldə edirik. Nəysə başım bıraxan əsas o da hesab 1-1'dir. Arada kayıtlı olanda mən danışa bilmirəm. Özü heç danışamıram. Burada Charlton'u çox çobul rəftar elədik. İndi free kick'in qarşısına Roberto Carlos da çox bərk zərbə endirir. Roberto Carlos Van der Sar. Son anda Van der Sar. Roberto Carlos abi çox gözəl free kick yerinə yetirir. Burada topu uzaqlaşdırmaq və kontrataka çıxmaq lazımdır. Haydi uşaqlar pası verin mənə. Gözəl pas indi burada. Haydi Hüseyin keç rəqibi. Burada keçmək çətin idi. Kafu gəlir. Haydi qarşısına alalım onların. Kontrataka gəlir. Will Legends klubu. Qasımov sol tərəfdə top istəyir. Ama yenə də onlar turmurlar. İndi Gullit görək nə edəcək. Gullit pası Charlton. Ondan pas səhvi və out bizimdir. Dəyişiklik. Burada Ronaldo, Rooney və Zidane, Iniesta dəyişikliyi. İndi top istəyirik burada. Lakin çabukluq var idi. Hakim etsə demədi. Hakim ara baxsan. Sol kanada attı bizi baş məşqçi. Çünki Ronaldo daxil oldu ona, yəni Nazario Ronaldo. Qasımov Hüseyin sol kanatda öz istədiyini eləyə biləcəkmi? Haydi Qasımov. Qasımov Hüseyin. Daxil olurdu artıq cərimə meydançasında. Son anda Van Basten tutdu onu. Top bizdədir. Hüseyin çox gözəl indirdi bu topu. Lakin bunda heç bir şey eləyə bilmədi. İndi Hüseyin sol kanatdan qabağa qaçdı. Keçmədi bu pas.
Derken indi atak sırası bizdədir. Olmadı. Blok qoyurlar. Top Charlton, Descamps. Sağ tərəfə Kafu. Ondan da ötürmə Gullit. Haydi burada pas səhvi dəyərləndirə bilərik bunu. Yox, dəyərləndirə bilmədik. Hüseyin sıxdı, alırdı, az qalmışdı burada Sammer'dan topu qapmağı. Zidane oyunu dəyişdi. Dərkən pas səhvi gəldi burada. İndi Hüseyin qabaqla top istəyir. Ötür daha. Qasımov geçmədi bu pas. Ronaldo'nu düşünürdü Hüseyin. Lakin olmadı. Hüseyin burada pressing elədi və topu aldı. Lakin yenidən itirdi. Çünki qarşıdakı çok güclü bir futbolcu. Daha doğrusu adı yadından çıxdı sanırım. Van Persie idi deyəsən. İndi top Van der Sar'dadır. Van der Sar. İndi haydi mən qaçdım qabağa. Ötürməni ver. Qasımov Hüseyin. Bu ötürmədən içəri aça biləcəkmi? Qasımov birbaşa içərilədi bu topu. Zərbə olmadı. Düzgün zərbə indirə bilmədi Arnayn. İndi top bizim komandadadır. Hətta mənə gəldi. Sol tərəfdə Qasımov Hüseyin. Qasımov çox gözəl keçdi rəqibini. Bir içəri daha. Yenə də dəyərləndirən olmadı. Korner bizimdir. Üçüncüdən zərbə bizimdir. Ronaldinho var bu topun başında. Ronaldinho çıxdı. Yerinə Frank Lampard daxil oldu. Hüseyin içəridə top istəyir. Oy! Qəşəng zərbə idi burada. Komanda yoldaşım Arnaynın bu zərbəsi. Lakin olmadı. Bir-birlik, bərabərlik hələ də sürür. Top Zidane'dadır. Zidane açdı içəri. Topu qarşısına aldı. İndi Qasımov ötürülən top Qasımov sinəsiyle kontrol elədi. Lakin Kafu var qarşısında. Kafuya daha doğrusu Kafunu sıxır. Hətta burada da rəqibini çıxdı və topu qazanmağı bacardı Arnayn ilə. İndi Hüseyin. Çox gözəl pas Arnayn'dan var ki Hüseyin'in qabağına düşdü bu top. Hüseyin'e yox, Hüseyin'in qabağına düşdü bu top. Oy. O cür atakı Ronaldo biraz daha yavaş aşırtsaydı o topu. Artıq Hüseyin dəyərləndirmişdi o epizodu. Top Sammer'dadır. Yadıma düşdü Sammer. Sammer'in oturması Roberto Carlos, ondan Zidane. Top artıq çıxmışdı. Oyunu tərk eləmişdi. Maçın son dəqiqəsi. Haydi bu dəqiqədə istədiyimizi əldə edəcəkdim ki, hakim oyunu bitirdi. Bir-birlik, bərabərlik. Məncə mən çox gözəl oynadım. Yəni ən azı bir 7.5'lik bir performans sağladım. Yox. 5.5. Abi sən nə danışsan? Barzakli'nin vurduğu golda demək olar ki, ən böyük şey məndəydi. Hətta o gol olurdu. Sözüm yoxdur. Bir-birlik, bərabərlik 5.5 oynamışam. Görək hansı komandalardan bizə təklif gələcək. Komandamızı seçib yəqin ki, bu videonu yekunlaşdıracağam. Baxaq. 2 klubdan təklif gəldi. Beşiktaş'tan? Necə? Başa düşmədim. Beşiktaş və Gaziantep'dən. Abi mən direkt Beşiktaş abi. Beşiktaş'tan bizə təklif gəlib. Və bir dənə yumruya vurun. Bildiğimiz Beşiktaş'da abi. O var. Lakin burada biz Zamen olacaq mı? Abi Elbilal Toure, Mustafa Hekimoğlu və ondan sonra biz sol kanatda oynaya bilərik burada və yaxud da sağ kanatda. Çünki komandanın kanat Zameni, Cengiz Ünder və yox biz bura nə olsa da biz Beşiktaş təklif gəlib. Yo bir dəqiqə. Baxa bura. Burada Draguş'du Gaziantep'də Draguş.
Boyo. Burada daha çox kanat və santrfor var və mən ona görə də Beşiktaşı təklifini qəbul edirəm və artıq Qasimov Hüseyin Beşiktaş JK ilə sözləşmə imzaladı. Hər şey burada başlıyor. İlk profesyonel sözləşmeniz. İyi şanslar. İyi şanslar deyirik. Və açıl artıq. Daha gəl. Super Total Liqində 18 takım yer alır. 34 iç saha və deplasman maçı. Bunların hamısını keçək. Onlar yəni Beşiktaşa transfer oldu. Bu çox böyük bir şeydir. Məncə əladır. Beşiktaşda oynamaq mənə qürur verir. İlk kez bir Türkçe kulübünün, burada Hollandiyaya yazıram, əslində Türk bir kulübü ilə katıldınız yazır. Beşiktaş JK 15 nömrə Qasimov Hüseyin sözləşmələr imzalandı. Yeni kulübünüzə katıldınız. 15 nömrə mənim üçün yaxşıdır. Hətta 17 nömrəni də ala bilərəm. Ümumiyyətlə bunu bir dənə qayd edək. Bu bizim efsane onun karyeramızdır. Bunu otomatik qayd edək də vurub açıqa basırıq və okey vururuq. Yedəklərdən biri olaraq seçirik Gənclər Birliyi maçında. Oyuncu bilgisine basıb bir dənə mən akıl hocamı seçim. Akıl hocamı yəqin ki o seçəcəm. Çünki şut gücü falan çox güclüdür. Və yaxud da Orkun köksünü seçəcəm. Hanı Orkun? Kısa pas yeteneği, dayanıklılık ve takım oyunu. Bence Orkun... Yok, Orkun o değil. Ben başka birini seçmeliyim. Jota Silva. Serni. Bak Murillo var. Şut gücü. Salih Uçan. Aslani. Salih Uçan kısa pas yeteneği. Kısa pas hızı. Belə denge dayanıqlıq. Elə ən yaxşısı burada məncə Ordur və akıl hocası seçirik. Ümumiyyətlə bir dənə buradan oyuncunun numarasını düzəldək. Ən azından bir 17 nömrə götürə bilərik məncə. 17 nömrə boşdur. Yox, boş deyil. Kartal Yılmaz var 17 nömrədə və 7 nömrədə kim var? Milot Raşitsa abi. Raşitsa 7 nömrəni hak eləmir. Və buna görə də Qasimov olaraq 7 nömrəni götürürük. Və bəli dostlar, video bu qədər idi. Beşiktaşın artıq bir futbolçusu yox. Bu serinin devamını gəlməyi istəyirsinizsə, bir dəqiqə bu niyə vuracaq? Bu serinin devamını gəlməyi istəyirsinizsə, dediyim kimi kanalıma abunə olub videoya like atmağı unutmayın uşaqlar. Başka videoları və yaxud da başka bir kontekst fikri, daha doğrusu başka bir video fikrinizi şərhlərdə yazmağı bildirin. Daha doğrusu abi kayıtlayam, danışa bilmirəm. Şərhlərdə bildirin. Sağ olun, salamat qalın. Videoya like atıb kanalıma abunə olsanız Hüseyin kariyerin, daha doğrusu Qasimov Hüseyin kariyerin 2-ci bölümü gələcək. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.